Bir məsələ də gələ işarə oluna, bu Novruz bayramı ilə əlaqədar. Ki, dəfələrlə bu barədə danışmışıq. Novruz bayramı dini bayramdır və İslamdan çox qabaqçı bir bayramdır. Təbiətlə əlaqədar olaraq. Ki, təbiət canlanır. Novruz bayramı çox qədim bir bayramdır. Həzrəti Mövlaya hədiyyə gətirdilər Novruz günü. Həzrət soruşdu ki, bu nədir? Dedilər ki, ya Əli, bu gün bayramdır, Novruz. Novruz nə deməkdir? Yəni təzə gün. Həzrət buyurdu ki, hər günüz təzə olsun. Sözə bax. Hər günüz təzə olsun. Möminin bu günü dünənindən görə fərqli ola, müsbət mənada. Sabahı bu günündən fərqli ola. Hər günüz yeni olsun. Həzrət Mövla məntiqində bayram o gündür ki, o gündə Allaha günah etməyəsin. Bu Novruz bayramı dinimiz təsdiqləyib, bəli. Dini bayram deyir. Amma deyir, bu bayramda nə edirsiniz? Məsələn, deyir, təmizlik eləyərik. Din təmizliyi təsdiqləyir. Ən-nəzafətu minəl-iman. İslam dini qədər təmizliyə, gigiyeniyə dəvət edən bir məktəb din var, yoxdur. Sonra nə edirsiniz? Silə rəhm eləyər, qohum-əqraba bir-birinə gedib gələr. İslam dini bunu təsdiqləyir və dəvət eləyir. Sonra nə edirsiniz? Küsülər barışar. Qədim deyil deyə küsülər barışır. İndi inanmıram kimsə Novruz bayramında barışır. İndi elə bir vəziyyətlər alın ki, nə Novruz, nə bir şey. Barışmırlar. Küsüllərin barışması din dəvət edir ona. Sonra nə edirsiniz? Əhl-i Quburun ziyarətinə. Xulası müsbət oldu. Dində şəriətimiz buna qüsülü var Novruzun. Duası var. Ya muqallibəl qulub vəl əbsar. Duasına baxız. İnsan bu gündə bunu oxuyar. Ya muqallibəl qulub vəl əbsar. Ey qəlbləri və baxışları döndərən, çevirən. Ya mudabbirəl-leyli vən-nəhar. Ey gecə gündüzü dəyişən. Ya muhavviləl-havli vəl-əhval. Ey halları dəyişən, insanın halını dəyişən. Havvil halənə ilə əhsənil hal. Bizim halımızı ən gözəl hala çevir. Ən gözəl halda bizi qərar ver. Duasına baxız, məsumlandır. İndi bu Novruz bayramı gəlib düşəməsin Aşuruya, Mühərrəmə, Tasuya. Ya məsələn gəlib düşüb Qədir gecələrinə, Həzrət Mövlanın şəhadət günlərinə. Bizim vəzifəmiz nədir? Bizim vəzifəmiz odur ki, biz əza saxlayaq. Məsum imamın şəhadətidir. Əsas dindir, dini dəyərlərimizdir. Əsas məsum imamın şəhadətidir. Bunlardır. Bu göstəricidir ki, cəmiyyətin dinə baxışı, dinə münasibətinin göstəricisidir. İmtihan olunur cəmiyyət. Məsələn, görsən, yeni il, milad bayramı gəlib hansı imamın şəhadətinə. Cəmiyyət nə olur? Onda imtihan olunur. Ya məsələn, Novruz bayramı gəlib düşür Məhərrəmliyə, ya məsələn, Qədir gecələrinə. Cəmiyyət imtihan olunur. Mənim özümə namaz qılanlar elə video roliklər atırlar, çərşənbə, bayram, görsən, qadın müğənniyəsi oxuyur, bu cür bayram, adam xəcalət çəkir. Sonra gəlib oturur, məsələn, belə baxır cümədə, məsələn, bəlidə. Elə bir, heç bir şey yoxdur. Kişi orucluq bir. Ramazan ayının Qədir gecələri, ibadət gecələri ən mühümü də Həzrəti Mövlanın şəhadət gecələridir. İndi açıq danışam, atun anun ölsəydi, bayram eləyərdin. Yox. Bir adamın oğlu ölübdü, qardaşı ölübdü, anası, atası ölübdü. Allah'ın öz aramızda bayram eləyir həmin günü. Yox, deyir, özü ürfüdə bir qara bayramdır bizdə. Deməli, sən əliyini atunanın qədər də istəmirsən. Əli ki, Həzrət Rasulullah buyurur ki, ənə və əliyyün əbəvə hazihil ümmə, mənlə Əli bu ümmətin atalarıyıq. Bizim atamızın şəhadətidir də. Allah höccətinin imamın şəhadətidir də. Sən imama Novruz bayramı qədər bir dəyər vermirsən, nə şiyəsən? Nə xəbərdir ki? Novruz, hansı gün və bayram edirsən?
Millət acından qırılır. Zülm tutub dünyanı. Müsəlman bacı qardaşların zülmə, qətlama məruzdur. Ruhanilərin zindandadır. Şəhid ailələri pis vəziyyətdədir. Özündəki bayramlıq eləmək üçün əldən ayaqdan gedirsən, bayramlıq bazarlığı üçün əksər insanların heç pulu yoxdur ki, geçsin yaxşı bayramlıq eləsin, süfrəsini doldursun. Hansı gün və bayram eləyirsən? Və millətə də bu haram musiqini, bayramlığı sən niyə atırsan? Özdə bir halda iki əhlibeyt cəmiyyəti bizlər paylaşmışıq ki və müşahidə eləmişik ki, müxtəlif dini hüseyniyyələr, məscidlər paylaşıb ki, bəli, bu illərin Novruz bayramı Həcət Əlinin şəhadətinə düşür, bayram təbrikləri, bayram yoxdur, yəni Novruz bayramı. İndi fasiqlər, fazirlər bunu eləyir. Heç də biz onlardan bir şey müsbət mənadır, bir adam bu cürdür də. İndi bunun namaz qılan, mümini, Kərbəlayısı eləyəndə mən çox təəccüblənir və hiddətlənirəm. Buna biz etirazımızı bildiririk. Bu olmaz. Novruz bayramı və başqa bayramlar, məxsusən gəlib Həzərat-ı Məsuminin və bu məsəl Aşura günü kimi belə günlərə Həzrəti Mövlanın şəhadətinə düşərsə, biz bayram tədbiri və bayramlıq etmirik. Bu da bizə iftixardır. Bizi üçün əsas Mövla, din, şəriət, həqiqətdir. Novruz bayramı və s. bunlar həm dini bayramlar hesablanmır, həm də ikinci dərəcəli bir şeylərdir. İkinci dərəcəli bir şeylər. Sən həmin o görəsən o paylaşanlar Novruz bayramı görsən heç əməllərini eləyirlər. 4 rəkət namazı var. Güdgül də qılmayacaq. Duası var, heç soruş duasını oxumayacaq. Heç bilməyəcək duası nə cürdür. Başqa əməlləri var, bilməyəcək onu. Amma düşüb cəmiyyətə bu cür, məxsusən bu haram musiqilərlə, haram bir şeylərlə, haçana qədər bu millət olaraq çal-çağırı sevəcəyik. Nə qədər insan, bunun telekanalları çal-çağır oynamaq, mütriblik. Bunun, üzr istəyirəm, öz səhifələri, statusları, nə bilim, paylaş. Nə xəbərdir? Bir dəfə də bu Allah kəlamı, bir dəfə də dini şeylər, dini şeylər də paylaşanda da kimin nəysə kimə söz çatdırmaq istəyir, onu statusa qoyur. Kiminsə xoşuna nəsə gəlibsə, özünə sərf edirsə, onu da biz hamısını bilirik bunları. Hamısı da neçə ildə izləyirik, bunları bilirik. Nə qədər bir millət olaraq bu çal-çağırdan, bu oynamaqdan xoşu gələr adamın. Bu ağıllı işlərdən də xoşuz gəlsin də. Elmi işlərdən, şəhidlər, nə qədər şəhidlərimiz paylaşır. Can qoydular, getdilər. Nə qədər şəhidlər uğrunda, şəhidlərin həyatı uğrunda məclislər təşkil olunur. Nə qədər şəhidlər haqqında telekanallarda verilişlər qurulur. Şəhidlər yox, elə bil ki, bu torpaqları müğənnilər alıb verib bunlara. Şəhidlər yaddan çıxdı, şəhid ailələri yaddan çıxdı. Elə bil ki, bu dövlətin oğulları, qızları, mübarizləri, xülasə vətən uğrunda şəhid olanlar müğənnilərdir. Bu telekanallar, bu dövlətin malı, mülki, məmurlar oğurlayır, oradan gedizdirir bu müğənniyə qızlara, müğənnilərə. Dünyanın, belə Azərbaycanın ən yaxşı rifah həyatını bunlar yaşayır. Bahalı maşınlar, bahalı mülklər. Kimlər tərəfindən gəlir bunlara? Balaca bir yerdir də, hamı bir-birindən xəbər tapır ki, kim kimi saxlayır, kim kimi dolanır, məmurların uşaqları nə inir. Hamı məlumdur da bunlardır. Bəli. Amma gəlib dəyərlərə çatanda, haqdan müdafiə eləyəndə, dindən müdafiə eləyəndə, elə bəziləri çıxırlar, elə sözlər danışırlar. Bir insan kimi, bir kişi kimi, bir adam kimi, bir mənəvi dəyərlərə sahib olan bir sənin haqqın var ümumiyyətlə danışmağa.